Hesablama planı 2026-cı ilin dövlət büdcəsinə dair rəyində qeyd olunur ki, AzTV üzrə aparılan audit zamanı ciddi maliyyə pozuntuları aşkarlanıb və AzTV-dən də AzTV-nin də 3/1-ini çıxardacaqlar. Deməli, telekanal əmək müqaviləsi ilə işləyən işçilərə ödənilməli maaşların 26 milyon manat qonorar grant adı ilə hələ ki, ayda fikir verin ay qardaş. İl ərzində Allah bilir il ərzində neçə il ərzində 26 milyon təkcə bir neçə il ərzində 26 milyon təkcə dövlətdən necə deyirlər ona qonorar alıblar. Yəni necə deyirlər avans nətər deyim sizə grant alıblar da belə deyək. 26 milyon. Sən AzTV-nin 50 nəfər baxır. AzTV-nin yəni reklam var, bazar qrupları orada o götünü açıq reklam edir, bu nə bilim orasını reklam edir. Hayır İlham Əliyev 26 milyonu qoy qırağa. 26 min dollarlıq o AzTV-nin xeyri olub bu. Zaten hamı mənə baxır. Bu nə biabırçılıqdır siz yəni şey deyirsiniz. İlham Əliyev deyir xarici dildə danışmayın. Amma öz küçükləri, öz ailəsi ancaq rus dilində danışır. Baxın ha. Millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər. Как падал играть, подтягиваюсь, так сказать. Да, очень много нового нас учит, и все очень нравится. Götə oxşuyurlar, götə yağdan zaten yiyiblər, bir-birində qayrırlar onun Əminəni, balaca olmaqlarına baxma. Sıxışdırırlar Əminəni. Baxın Əmin, İlham Əliyev deyir ki, milli kimlik düşünəndir də bu xiyar. İlham Əliyev deyir, milli kimliyimizi unudar, hamı öz dilimizdə danışaq. Baxın ha, milli kimlik düşünən oğraş. Putin deyəndə ki, Azərbaycan rus dilli xalqdır, onun cavabını verməliydi. Tokayev kimi. Tokayevin daşşağının qılı dolanmazsan sən İlham Əliyev. Tokayev var ha, o da diktatordur, amma onun daşşağının qılı dolanmazsan sən. Putinin cavabını necə verdi 30-dur deyənə, öyle də Qazaq dilində. Bundan başqa o Özbəkistan idi, səbirəm, o da bağcı ola bilər idi. Ərazimiz, əhalimiz, siz böyük devlətsiniz, amma bu o demək deyil ki, biz yayməlisiniz. Bir dənə İlham Əliyev də çumodur da İlham Əliyev, çumodur.